Əmir əl-Müminin salamullah aleyh danışdı. Bir nəfər yerdən durdu, xəvarizdən idi. Dedi, Əli, nə gözəl yalan danışırsan. İmamı tanımazsan belə olar. Bax, Əl-Qarata. Həzrət Əmir niskil elədi. Dedi, nəzür eləyim. Yerdən deyirəm, göydən deyirəm. Nə qədər istəsiz mən sizə danışaram. Amma bilirəm, axırda deyəcəksiniz, Əli şirin yalan danışır. İmamı tanımazsan belə olar. İmamı vaxtı tanımadın, İmam olar bir dənə adlı bir adam. Gəlib deyərsən, Ləysə əliyyün ki əhədin minər rical. Allah deyir, bunları mən sizə yollamışam, bəray bu işi özündə bir hərəkət eləyəsən. Liyəqumən nasibil qist. Mərdim özü hərəkət eləməsə belə olan. Hüseyin ibn Əlini çağırarlar Kərbəlaya, bir ilinin atının yeminə Hüseyini öldürərlər. İmamı tanımasın belə olar, ha? Özdə qurbətən ilə Allah öldürərlər. Bəhsimiz imamı tanımaqdandır. İmamı tanımasın, imamı öldürərsən qurbətən ilə Allah. Həccac ibn Yusuf-i Səqəfi gəldi birinə bir pul verdi, bətər pul. Bu pulu alandan sonra Həccaca dedi, bu nə mənədir, verdin mənə. Dedi, mənə nə mənə satıbsan, alanmısan. Bu pulu da ki, sənə verdim, başından izafədir. Dedi, mən bir qəbilədədəm, bir qovmudanam, bizim tayfada 2 dənə xəsisə var, heç tayfada o xəsisə yoxdur. Həccac bilirsən kimdir? Həccac bir adamdır, Əmir əl-Müminin şəhadətə yetişəndən sonra 30.000 qəbri verdi, bellədilər, bəlkə Əlinin cənazəsini tapıb otluyor. Həccac belə olanıdır. Dedi, bizim tayfədə 2 dənə xəsisə var, heç yerdə bu yoxdur. Dedi, hangisidir? Dedi, əvvəli barətdir bundan, bizim tayfamız Əli və oğladı Əlinin istəyənlərinə, qızda, nikahda və Əli deməzlər. Yəni, biz qızımızı vermərik Əlinin mühibbinə. Bu oldu fəxr. Amma dedi, Həccac, 2-ci medali ki bizim boynumuzdadır, heç kəsin boynundadır, o da budur. Bizim zənənlərimiz nəzr elədi, Hüseynin başını neyzədə görsələr, 100 dəvə nəhr eləyələr qurbətən ilə Allah. İmamı tanımasın belə olar.